Bizim əksəriyyətimiz bu kimi zorakılıq hallarında böyük təəssüf hissi keçirir, böyük ürək ağrısı ilə oxuyuruq materialları, o xəbərlərə ürək ağrısından baxır. Kimi günahlandıraq? Bu zorakılıq müəllim-şagird arasında da olur, müəllim-direktor arasında da olur, şagirdlə şagird arasında da olur. Axır vaxtlar gözətçilər, məktəbin texniki işçiləri belə qoşulub bu zorakılıq hallarına. Biz dəfələrlə görmüşük. Gözətçi ilə şagird arasında da mübahisə yaranıb, gözətçi ilə müəllim arasında da yaranıb, hətta gözətçinin ailə üzvləri, həyat yoldaşı belə qarışıb vəziyyətə. Yəni məktəblər artıq kriminal zona olub. Bunu etiraf eləmək nə qədər çətin olsa da etiraf eləmək məcburiyyətindəyik. Övladına tərbiyə verməyən valideyn də məktəbi günahlandırır, tərbiyələnmək istəməyən uşaq da məktəbi günahlandırır, döyülən və döyən tərəf də məktəbi günahlandırır. Müəllimlər isə qalıb bu kriminal vəziyyətin ortasında naçar. Yəni hər şeyə görə müəllimi günahlandırmaq vəziyyətdən çıxmağın ən asan yoludur. Müəllim belə vəziyyətlərdə bilmir neynəsin. Yəni öhdəsindən gələ bilmir vəziyyətin, çünki artıq öhdəsindən gəlinəcək vəziyyət deyil. Bu elə bir vəziyyətdir ki, müəllimin həll edəcəyi bir problem deyil. Artıq iş sərhədlərini aşıb, artıq kriminal vəziyyət o həddə çatıb ki, müəllim bunun öhdəsindən gələ bilməz. Ümumiyyətlə məktəblərdə bu kimi halları yaradan boşluqlar bilirsinizmi nədir? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə bir formada sıxışdırıb yazıqlaşdırdılar ki, uşağa söz deməyə cəsarət eləmir, risk eləmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə tərbiyə verir. Çünki onun bütün ixtiyarlarını əlindən alıblar, standart bir proqrama tabe tutublar müəllimi. Müəllimlərin işi gücü səhərdən axşama kimi lüzumsuz kağız-çoğuz yazmaqdır, jurnal yazmaqdır, summativ yoxlamaqdır. Müəllimin tərbiyəyə, təlimə vaxtı qalmır konkret olaraq. Vaxtı qalmayan müəllim, başını qaldırıb sinifə baxa bilməyən müəllim hansı təlimi, tərbiyəni verə bilər o şagirdlərə, hansı tərbiyələndirmə metodlarından istifadə edə bilər. Ona görə də müəllimin o ixtiyarını qaytarmaq lazımdır. Özünə yeri gələndə müəllim tənbih də eləyə bilər, müəllim təlim də verməlidir, müəllim tərbiyə də verməlidir. Müəllimi o saldıqları, sıxışdırdıqları, yazıqlaşdırdıqları o görkəmdən qaldırıb yenə əvvəlki ali ünvanına qaytarmaq lazımdır. Valideynləri məktəbdə söz sahibi olmaq ixtiyarını o qədər böyüdüblər ki, valideynlər məktəbdə dırnaqarası deyirəm, vorzakonluq eləyirlər. Valideynlər elə bir həddə çatıblar ki, müəllimin üstünə şığıyıb müəllimi döymə ixtiyarını belə görə bilirlər. Valideyni müəllimi döyən şagird müəlliminə hörmət eləməz. Valideyni özünü vorzakon kimi paran şagird başqa şagirdə güc tətbiq eləmək ixtiyarını görəcək özündə, başqalarına zorakılıq tətbiq eləyə biləcək. Ona görə də bütün problemlərin kökündə müəllimin sıxışdırılması, bütün hüquqlarının əlindən alınması dayanır. Müəllimin o hüquqlarını özünə qaytarmaq lazımdır.